Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun, xoş gördük. Bugün sizə mən sinif sıxlığı haqqında Nazirlər Kabinetinin 2020-ci il qərarını izah edəcəyik. Yəni, çox rahat qaydada da müsahibə tipli izah eləməyə çalışacağıq ki, heç bir problemimiz olmasın. Çünki burada müəyyən şeylər var ki, onlar test üçün daha münasibdir, onları izah eləmək. Lakin hamısını biz yenə də izah edəcəyik. Başlayaq müəllimlər. Deməli, ümumiyyətcə təhsil məktəblərində istəyir ibtidai olsun, istəyir misal üçün ümumi olsun. Yəni bütün ümumi təhsil məktəblərində, ümumi təhsilin bütün səviyyələrində, hətta ibtidai, ümumi orta, tam orta hamısında şagird sıxlığı, yəni 20 nəfərdən az olmamaqla müəyyən olunur ki, bir məktəbdə tutaq ki, 5-ci sinif, 6-cı sinif, 7-ci sinif, ən azı bir sinifin açılması üçün 20 nəfərdən az olmamalıdır. Yəni 9, 10, 11 fərqi yoxdur. 20 nəfərdən az olmamalıdır. Təmayül istisnadır amma. Bunu unutmaq olmaz. Ancaq dövlət ümumi təhsil məktəblərində 20 nəfərə çatmalıqda şagird sayı yenə də fəaliyyətini davam elətdirir. Məsəl üçün, kənd məktəblərində görürsünüz ki, 15 nəfərlə, 16 nəfərlə, 10 nəfərlə, hətta deyək ki, ümumi orta təhsil səviyyəsində 5-dən 9-cu sinifə kimi söhbət gedir. Orada artıq 2 nəfərlə də kənd məktəbləri, 1 nəfərlə də fəaliyyət göstərir. Bunu unutmaq olmaz. Keçək kompleks siniflər. Kompleks siniflər şagird sayı 18-dən az olmamaqla təşkil olunur. Biz unutmamalıyıq ki, ümumiyyətcə müəllimlər, kompleks siniflər ümumi təhsilin ibtidai səviyyəsində olur. Kompleks siniflər ümumi təhsilin ibtidai səviyyəsində olur. Bunu unutmaq olmaz. Yəni, nə ümumi ortada, nə tam ortada kompleks siniflər ola bilməz. Misal üçün, deyək ki, 7-ci sinifdə 2 nəfər şagird olsa, fəaliyyət davam eləyəcək. Kənd məktəbləri bizə nümunədir. Misal üçün, deyək ki, tam orta məktəbdə 10-cu sinifdə 3 nəfər olsa, yenə də sinif davam edəcək. Yəni, kompleks sinif anlayışı deməli, ibtidai səviyyədədir. Bax, bunu qızıl açar sözü kimi unutmaq olmaz. Sonra, eyni bir sinifdə şagird sayı 30 nəfərdən çox olduqda, bunu unutmaq olmaz. Və otağın ölçüsü imkan verdikdə ikinci paralel sinif yaradılacaq. Və bunu da qeyd edək. Dedik ki, eyni bir sinifdə şagirdlərin sayı 30-dan çox olanda və otağın ölçüsü imkan verəndə ikinci paralel sinif yaradılır. Bunu da xüsusi qeyd eləyək. Dedik ki, bir sinifdə şagird sayı neçə nəfər olmalıdır? Müəllim 20 nəfərdən az olmamalıdır. Və 20 nəfərə çatmadıqda davam eləyirmi? Bəli. Və kompleks siniflər ümumi təhsilin hansı səviyyəsindədir? Müəllim ibtidai səviyyəsindədir. Neçə nəfərdən çox olmamaq şərti ilə 18-dən çox olmamaq şərti ilə. Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdin sayı 3 nəfərdən çox azaldıqda və artıqda, yəni norma hansı qaydadadırsa, o qaydada davam edəcək. Ya birləşdirəcəksiniz, ya da paralel sinif yaradacaqsınız. Müəllim izah. Tutaq ki, diqqətli olun. İbtidai sinifdə diqqətli olaq müəllimlər. Bir sinifdə şagird sayı, deyək ki, ibtidai sinifdə, bir sinifdə tutaq ki, 5 nəfərdir, digər sinifdə 14 nəfərdir, düzdürmü? Bu neçə edir? 19. Burada artıq kompleks sinif yarada bilərikmi? Xeyr, çünki bizim qaydamızda deyir 18 nəfərdən çox olmamalı. Tutaq ki, birinci sinifdə 5 nəfərdir, üçüncü sinifdə 14 nəfərdir. Ancaq ki, gərək biz qeyd elədiyimiz kimi şagird sayı 18-dən yuxarı olmamalıdır. Amma birinci yarımildə 3 dənə uşaq çıxdı. Qaldı burada, diqqətli oluruq ha. Qaldı burada misal üçün birinci sinifdə yenə 5 şagird. Amma ki, 3-cü sinifdə qaldı, diqqətli oluruq. 3 şagird çıxdı, qaldı 11. Artıq nə edəcəyik? Biz kompleks siniflər yaradacağıq. Yəni, heç bir məhdudiyyət yaratmır ki, 3 nəfər çıxdı, azaldı. Artdısa lap yaxşı, olduğu kimi sinif davam edəcək. Azaldısa biz onu nə edəcəyik? Yəni, adi qaydada birləşdiriləcək. Kompleks sinif halında birləşdirəcək. Yəni, heç bir məhdudiyyət yaratmır bunu. Sonra, diqqətli olun. Tədris ilinin birinci yarısında şagird sayının azalması, diqqətli olun. Yəni, fənlərin tədrisində sinifin 2 qrupa bölünməsinə məhdudiyyət yaratmır. Tutaq ki, izah eləyək. Deməli, bir sinifdə müəllimlər şagird sayı, diqqətli olun, 28 nəfər oldu. Düzdürmü? 28 nəfər oldu. Və biz xarici dildə biz bilirik ki, tədris planında qeydlərə dair xarici dilində bölünmə var. Burada tutaq ki, 3 nəfər azaldı, 5 nəfər artdı. Yəni, heç bir məhdudiyyət yaratmır. Heç birinə. Ancaq mövcud say qaydalarını pozarsa, onda məhdudiyyət yaradacaq, ya birləşdirəcək, ya da ki, dediyimiz kimi paralel eləyəcək. Tutaq ki, bir sinifdə birinci yarım ildə oldu 28 şagirdimiz, düzdürmü?
Mövcud sinif davam edirmi? Bəli, çünki 20-dən aşağı deyil, sinif adi qaydada davam edir. Əgər birinci yarımildə 3 dənə uşaq artdı, üstünə 3 gəldi, 31 oldu. Düzdürmü? Artıq nə etməliyik? Paralel sinif yaratmalıyıq. Çünki bizim qızıl qaydamız deyir ki, 30 nəfərdən çox olsa, ölçüsü icazə versə ikinci paralel sinif yaradılacaq. Keçək digər şeylərə. Deməli müəllimlər, indi paralel tam orta təhsil səviyyəsində təmayüz siniflər. Baxaq, deməli tam təmayüz siniflər ümumi təhsil səviyyəsinin hansı səviyyəsindədir? Ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsindədir. Yəni bunu unutmaq olmaz ki, təmayüz sinif anlayışı tam ortadır. Yəni ümumi ortada təmayül yoxdur. İbtidai təhsil səviyyəsində təmayül yoxdur. Bunu unutmaq olmaz. Təmayüz sinifində ən azı 15 nəfərdən, yəni az olmamalıdır, çoxu da 20 nəfərdən çox olmamalıdır ki, yəni biz təmayül deyəndə orada təmayül sinifləri necədir? Yəni istedadlı, bacarığı ilə seçilən müvafiq istiqamət üzrə hansısa qrupa gedirsə də o istiqamət üzrədir. Yəni təmayül siniflərdə tam orta təhsil səviyyəsində şagird sayı 15-dən az, 20-dən çox olmamaqla təşkil olunur. Bəs görək onlarda necə ikinci paralel sinif yaradılır? Təmayüz sinifdə 20 nəfərdən çox olarsa, müəllimlər 20 nəfərdən çox olarsa artıq orada nə yaradacağıq? Təmayüz siniflərdə paralel siniflər yaradacağıq. Amma ən az neçə nəfər oldu təmayüldə? 15 nə var? Ümumi təhsil pilləsinin hansı səviyyəsində təşkil olunur? Tam orta təhsil səviyyəsində. Bunu da unutmaq olmaz. Tədris il ərzində təmayüz sinifində unutmaq olmaz. Şagird sayı azalarsa, yenə də diqqətli olun. Onun davam elətdirilməsinə fəaliyyətinin, yaxud da ki, belə deyim, 2 qrupa bölünməsinə məhdudiyyət yaratmır. Yenə də nümunə. Deyək ki, şagird sayı 19-dur, təmayüz sinifli fəaliyyət göstərir və tədris il ərzində 3 dənə şagird artdı. Deməli, burada olacaq 22 nəfər. Yenə də yəni fəaliyyətinə davam edəcək. Yəni sinifin artması heç bir fəaliyyət təsir eləmədi. Yaxud da ki, nə mənada? Artıq biz 19-dan yuxarı olduğuna görə nə etməliyik? 20-dən yuxarı olduğuna görə artıq paralel sinif yaratmalıyıq 22 nəfərdə. Düzdürmü? Bax, tutaq ki, şagird sayı 17 nəfərdir. Düzdür müəllim? Çünki təmayüldə 15-dən az olmamalıdır. Bəli. Birdən 2 nəfər çıxdı. Oldu 15. Fəaliyyətindən məhdudiyyət yaradacaqmı? Xeyr, müəllim. Elə olduğu kimi davam edəcək. Yaxşı, tutaq ki, oldu sinif sayı 18 idi. Deməli, birdən 4 dənə uşaq əlavə gəldi. 4 dənə də uşağımız gəldi. Oldu 22. Düzdürmü? Neyniyəcək? Paralel sinif yaradacaq. Yəni, heç bir məhdudiyyət yaratmır bundan bağlı. Sonra müəllimlər, keçək bu təzə əlavə olunub 2024-cü ilin qərarında xüsusi təhsil məktəbləri olsun, internat məktəbləri olsun, inteqrasiya tipli məktəblər olsun, bunlarda sinif sıxlığına baxaq. Yəni neçə qayda ilə maksimum, burada maksimum, minimum yox, maksimum şagird sayı neçə müəyyən olunur. Bu müsahibəyə daha çox düşmür, amma ki, əzbərləməkdə fayda var. Deməli, öyrənməkdə fayda var. Baxaq, eşitmə qabiliyyəti tam məhduddur, yəni ümumiyyətlə eşitməyən şagird 8 nəfərdən çox olmamalıdır, orada maksimum şagird sayı. Biz burada xüsusi məktəblərdən söhbət gedir. Yəni ümumi təhsil, bizim dəst etdiyimiz ümumi təhsil məktəblərindən getmir söhbət. Eşitmə qabiliyyəti qismən məhdud, yəni müəyyən qədər eşitmir və sonradan itirənlər isə diqqətli olun 10 nəfərdir. Burada yəqin səhv düşüb. Yəni burada 10 nəfərdir. Unutmaq olmaz. Bax desək ki, eşitmə məhdudiyyəti, eşitmə tam məhdudsa 8, diqqətli olun. Qismən məhduddur. Sonradan itirmiş şəxssə burada 10 nəfərdir. Dediyim kimi burada yəqin texniki səhv olub. 10 nəfərdir. Sonra indi baxaq görək. Şagird sayı 12 nəfər müəyyən edilmiş şəxslər kimdir? 12 nəfər olmalı. 1. Nitq pozuntusu dil. Bunu bizim bir müəllimimiz belə öyrənmişdi. Görmə, yəni göz və emosional iradi sayıda, yəni çatışmazlıq olan şəxslər. Bunlarda 12 nəfər. Bir daha deyək. Dil, yəni nitqlə bağlı, gözlə bağlı, bir də emosiyalarımızla bağlı. Olarsa orada maksimum şagird sayı neçə olacaq? 12 nəfər olacaq. Və eşitmə tam məhdudsa, onda neçə olacaq müəllim? 8 olacaq. Yaxşı, qismən məhduddur. Sonradan itiribsə müəllim 10 nəfər olacaq. Burada dediyim kimi texniki səhvdir. 12 nəfər olan kim? Nitq, görmə və emosional iradi sahəsində olanlar. İndi şagird sayı 10 nəfər olanlara baxaq görək. Şagird sayı 10 nəfər olanlar kimdir? Baxaq. Deməli, əqli pozuntusu olan şagirdlərimizlə bağlı əqli pozuntuları olarsa, skolyoz xəstəliyi və dayaq hərəkət belirlən funksiyaların pozulmasına görə və xronik xəstəliklər. Bax, diqqətli olaq. Deməli, əqli
deməli skolyoz, bir də xroniki xəstəliklərlə bağlı olan şəxslər. Onlarda maksimum neçə nəfər olmalıdır? Müəllim 12, 10 nəfər kimi idi. Nitq, görmə, emosiyalar. 12 kimi neçə nəfər, hansılar oldu? 12 nəfər maksimum. Əqli, skolyoz xəstəliyi və xroniki somatik xəstəlikləri olan şəxslər üçün nəzərdə tutulub. İndi digər mürəkkəb çatışmazlığı ilə bağlı, müəllimlər diqqətli olun. Mürəkkəb çatışmazlığı ilə bağlı neçə nəfərdən çox olmamalıdır? 6 nəfərdən çox olmamalıdır. Mürəkkəb çatışmazlığı olarsa, bunu unutmaq olmaz. Mürəkkəb çatışmazlığı olarsa, 6 nəfərdən çox olmamalıdır. İndi bir dənə qayda. Əqli geriliyi və fiziki çatışmazlığı olan şagirdlər üçün isə bu hazırlıq sinifləri, onlarda isə 5 nəfərdən az olmamalı, çox yox. Baxın, bayaq qeyd elədik ki, mürəkkəb çatışmazlığı olanda neçə nəfərdən çox olmamalıdır? 6. Əqli geriliyi, fiziki çatışmazlığı olan şagirdlər üçün hazırlıq sinifləri üçün 5 nəfərdən az olmamalıdır. Bura xüsusi diqqətli olmaq lazımdır. Deməli, 10 nəfər olan şagird, 10 nəfər olan şəxslər hansılar oldu? Əqli pozuntularla bağlı, skolyoz xəstəliyinə bağlı, bir də xroniki xəstəliklərlə bağlı. 12 nəfər oldu nitq, görmə, bir də emosional iradə ilə bağlı. Şagird tam eşitmirsə, neçə nəfər? 8. Eşitmə qabiliyyəti tam, belə deyim, sonradan itiribsə tam itirilməsi, qismən məhdudsa 10 nəfər olacaq və mürəkkəb çatışmazlığı olsa müəllim 6 nəfərdən çox olmamalıdır. Bəs əqli geriliyi, fiziki çatışmazlığı varsa bundan bax hazırlıq sinifi 5 nəfərdən az olmamalıdır. Və indi keçək bizim dərs dediyimiz məktəblərdə. Bax, ümumtəhsil məktəblərində bizim dərs dediyimiz, hal-hazırda dərs dediyimiz məktəblərdə xüsusi ümumtəhsil, bax bu qərarlar xüsusi məktəblər üçündür. 12, 6, 5, bunların hamısı 10 nəfər, 8 nəfər, eşitmə, görmə, nitq, skolyoz, bunlar xüsusi ümumtəhsil məktəbləri üçün. Amma ümumi təhsil məktəblərinin inklüziv təhsil sinifi yaradırıqsa da 22 uşaq varsa, çünki biz demişdik axı bir sinifdə ən az neçə nəfər olmalıdır? Müəllim, 20 nəfər olmalıdır. 20-dən az olanda davam edə bilərmi? Bəli, eləyə bilər. Və paralel sinif neçədir? 30. Yəni biz inklüziv sinif yaradanda neçə nəfərdən ifaq? 22 nəfərdən. Neçəsi sağlamlıq imkanları məhdud olmalıdır? 2 nəfər. 2 nəfərdən artıq olmaz. Bunu da unutmaq olmaz. Dedik ki, ümumtəhsil məktəbinin inklüziv sinif neçə şagirddən olmalıdır? 22 şagirddən. Neçəsi? 2-si. Diqqətli olmaq lazımdır. 2-dən artıq ola bilərmi? Xeyr. Mürəkkəb çatışmazlığı neçə nəfər müəyyən olunub? Müəllim 6 nəfər. Əqli geriliyi, fiziki çatışmazlıq neçə nəfərdən artıq yoxsa az? Müəllim 5 nəfərdən az olmamalıdır artıq. Və ümumiyyətcə müəllimlər bunu unutmayaq ki, sinif sıxlığı qaydalarını kim təsdiq edir? Bax, bunu unutmaq olmaz, Nazirlər Kabineti. Bax, kim təsdiq edir? Nazirlər Kabineti. Amma kim müəyyən edir desə, yəni onun sayı neçə nəfərdən olacaq, bir sinifdə neçə nəfərdən olacaq, o Elm və Təhsil Nazirliyinə aiddir. Bu qədər müəllimlər, çox sağ olun, minnətdarım, kanala abunə olmağı unutmayın.